Salam, hörmətli tamaşaçılar, xoş gördük sizi. Bugün maraqlı bir qonağımız var. Həm gözəl insandır, nəcib xarakter yiyəsidir, tibb elmləri doktoru, professordur. Topçubaşov adına Cərrahi Elmi Mərkəzin ürək cərrahı şöbəsinin müdürüdür. Və bununla yanaşı gözəl ürək sahibidir. Duyğulu ürəyi var, düşüncəsi var, şeirləri var. Və ən əsası da budur ki, vətənlə, yurtla, torpaqla, şəhriyarla, cənubla bağlı əsərləri xüsusi diqqəti cəlb eləyir. Elə söhbətə bir keçid kimi buradan başlayıram ki, Cəbrayılın Horovlu kəndində dünyaya gəlib 1950-ci ildə. Bunlar yəni xırda tərcümeyi hal deyil, hər birinin arxasında bir insan taleyi dayanır. Eyni zamanda Horovlu sözünün kökünün işığına o sözün ardıyla cənuba gedib, Cənuba Azərbaycana gedib, o yeri tapıb, o yurdu bələdləyib və Horovlu sözünün haradan gəldiyini yəqinləyib. Fazıl müəllim, elə söhbətimizə yurtla, torpaqla, kəndlə başlamaq istəyirəm. Horovlu sözü ilə, Horovlu kəndi ilə Cəbrayılda, Qarabağda dağların köksünə sığınmış bir kənddir Horovlu. Bir qədər kəndinizdən danışın, sonra bunun kökü ilə bağlı söhbət eləyək, adının yozumu ilə, izahı ilə. Bizim rayonumuz əhali sayına görə götürəndə, ərazisinə görə götürəndə nisbətən kiçik rayondur. Amma ona baxmayaraq bizim kəndimizdə bir neçə kənd qrupları var, topa-topa. Deməli, bu onu göstərir ki, bura çoxları bir-birindən həm əqidəsinə görə, kulinariyasına görə, toy adət-ənənələrinə görə, yas adət-ənənələrinə görə, bəziləri də hətta ləhcəsinə görə bir-birindən tam fərqlənirlər. Bizim kəndimiz ancaq yeganə bir kənddir ki, heç birinə bənzəmir. Ona görə də çox maraqlıdır, adı da çox maraqlıdır, Horovlu. Heç elə bilə bilmirdik ki, bunun adı nədir, bu hardan gəlib bu Horovlu sözü. Bizim kəndimizdə bir müəllimimiz vardı. Kənddə məktəb direktoru işləyə-işləyə o burada Bakı Dövlət Universitetində fəlsəfə elmləri namizədi, alimlik dərəcəsi müdafiə. Fəlsəfə üzrə? Alimlik elm dərəcəsi müdafiə elədi. O zaman Xudafirin qres tikiləndə bu getdi orada çalışan həmən o İrandan olan fəhlələrlə zadla söhbət edib orada aydınlaşdı ki, Savalanın arxa ətəyində, Araza baxan tərəf yox, arxa ətəyində hündürlükdə bir Horov kəndi olub. Zəlzələdən o kənd dağılıb, oradan hamı əhali köçüb. Belə məlum oldu ki, o əhalinin 3/2 hissəsi Arazdan adlayıb biz tərəfə köçüb gəlib, 1/3 hissəsi də oradan Bostanabad istiqamətində Təbrizdən 30 kilometr aralı bir məsafəyə köçüb gedib. Mən bu sözün arxasınca düşdüm. Mən 8 il axtardım, axır ki gedib o kəndi tapdım. Özdə buradan gedəndə özümün həkim dostlarımla, professorlardan aparmışdım özümlə. Və onlar orada olanda o adət-ənənə, o danışıq ləhcəsi, o elə qabağımızda bişirib gətirib qoyulan xörək, orada o evlərin arxasında dağın içində lağım atıb küfül düzəltmək, o bizim kəndimizdə idi ancaq bizim rayonda. Mən 8 il axtarandan sonra o kəndi tapdım. Daha doğrusu tapdılar, mənə xəbər elədilər ki, kəndinizi tapdıq. Mən sonra buradan dostlarımı götürdüm, getdim. Getdik bir yerdə, getdik kəndimizə. Bizi orada gözləyirlər. Biz də o kənddən artıq cəmaatın çoxu dolanışıq ucbatından dağılıb. Hamısı biznes dalıncan şəhərə, Təbrizə, Tehrana, ora-bura gediblər. Əsas yaşayanlar yaşlılardır, bir də uşaqlar da yay vaxtı tətilə zada gəlirlər də belə. Amma ora girəndə elə ilk başdan elə bil ki, ürəyim belə bir qubar elədi. Həmən o kəndə dikin başından tökülən naxırlar, həmən o həyətlərdə yanan o tüstülü ocaqlar, ondan sonra evlərin arxasının, hamısının evlərin arxası dağa söykənib. Dağa söykənib və onun da içərisindən küfül qazıblar, lağım atıblar belə. Ora deməli, onun üstün cəhəti odur ki, o küfüllərin həm qorunmaq üçündür ki, heyvanları qorursan, heç kəs gəlib uğraya bilməz onu. Həm yayda buz kimi sərin olur, qışda da isti olur. Orada da hər şeylərini saxlayırlar. Nə qədər uyğunluq gördün o Horovlu ilə bu Horovluda? Təbii ki, biz ayrı-ayrı... Və coğrafi cəhətdən də. Coğrafi cəhətdən elə onlar biraz da yer seçmək orada çətindir. Onlar orada da dağlıq yerə düşüblər.
Əkin sahələri azdır. Əsas heyvandarlıqla məşğul olurlar. Əsas heyvandarlıqla məşğul olurlar. Elə dostlarım da bizim danışığımızdan elə özləri hiss elədilər ki, doğrudan elə bir kəndsiniz. Ona görə ki, eyni cür danışırsınız. Onların biraz danışığında fars ləhcəsi qarışığı çoxdur. Təbii. Amma ona baxmayaraq yenə də həmən o bəzi sözlər var ki, o sözlər elə bizlərə məxsusdur da. Ona görə də indi mən onları dəqiqliyən deyə bilmərəm, amma özümdə biraz qeydiyyatlar aparmışam. Və gərək indi sizin yaşadığınız Horoğlu kəndinə coğrafi cəhətdən şəraiti, adəti, ənənəsi təbiidir ki, el-eldən qopsa da adətlər eyni qalır. Bəli, siz onu necə yaşadırsınız burada? Deməli, bizim kəndimiz Arazdan hardasa bir 10 kilometr dağa doğrudur. Elə bir ki, dağla aranın arasındadır. Gündüzlər biraz isti olsa da gecələr həmişə sərin olur, yorğanla yatırır. Üstə bir şey örtməlisən. Bizdə ağcaqanad olmurdu heç vaxt. Belə. Yəni sərin olur gecələri. Sonra əhali o zaman da çox qabaqlar, bizim kəndimiz o kəndin köhnə kəndi görəndə görürük də belə kompakt kənd olub, çox qalın divarlı damlar olub. O damlarda elə olub ki, o damları mən görmüşəm, hətta biri lap axır vaxtlara qədər dururdu. Ora ocaq kimi idi, pir kimi idi. O damların içində atamın xalasının gilin damı var deyə onlara tez-tez gedərdim. Onun qırağında yer düzəldərdilər, heyvanlarını orada bağlayardılar. Ortada özləri olardı, ortada da bacanın, yuxarıda baca olurdu. Ortada da bir ocaq qalayardılar, tüstüsü qalxardı göyə belə. O da qorunmaq üçündür. Qapıların qalınlığı 10 santim qalınlığında 10-luq taxtadan qapı düzəldərdilər ki, heç kəs onu vurub sındıra bilməsin. Özü palıd ağacdan. O kəndlə bağlı yəqin yazılarınız olmamış olmaz. Yox, mən ümumiyyətlə yazmaqda biraz meyilli olum. Yəni şeirləriniz? Yox, kənd haqqında şeirlərim çoxdur. Amma təsəvvür eləyin ki, mən 18-ci ilə qədər mənim heç yerdə bir dənə də olsa şeirim çıxmayıb və heç kəs də mən şeir yazan kimi tanımayıb, yaxın dostlarımdan başqa. 19-cu ildə birinci kitabımı buraxdım, bir kitab buraxdım. Onu biraz dostlarım çox məni, övladlarım da istədilər ki, o kitabı buraxım. Adını da qoymuşam Laləzar. Ona görə ki, mən hər bayatını bir laləyə bənzədirəm. Gözəl. Bir lalədir belə. Elə məqamıdır, bayatılarından bir neçəsini deyərdin, öz səsinizdə, əzbərində qalıbmı? Mən belə bilsəm elə götürərdim, özümün kitab götürmədim, çox təəssüf. Elə bayatılar var mı? Amma Təbriz bayatılarımdan biraz deyim də. Buyurun, aha. Bu Təbriz bayatıları mən 18-ci, 19-cu illərdə yazmışam. Sonra bir yerə toplamışam bunları. Təbriz, şirin dilinəm, gec açılmış gülünəm, leylisən, məcnunam, qoy desinlər dəlinəm. Bir torpağın barıyıq, bir dadan nubarıyıq, bir almayıq, bölündük, biz quzeyli yarıyıq. Ərdəbildəndir yolum, doğmadır sağım, solum, məni gördü, gül açdı, torpağa qurban olum. Şəhriyar barlı dağdır, təbii qaynar bulaqdır, dilimin keşiyində əbədi duracaqdır. Heydər baba dağımdır, meşkin cənnət bağımdır, səhəndi görən deyər, cənnət solum sağımdır. Muğanda gül bitirim, çərən körüb gətirim, Dəli dağın salamın savalana yetirim. Ərş qalası tamaşa, bulutlarla baş-başa, Babək yadigarıdır, qanı opub hər daşa. Təbriz, ürəyim mənim, duzum, çörəyim mənim, can bir, qan bir qardaşım, arxam dirəyim mənim. Ümidim günahımdır, Bakı ruhumun evi, Təbriz səcdəgahımdır. Gözəl. Bu Təbrizdə neçənci illərdə olmuşsunuz? Təbrizdən 97-dən başlayaraq elə demək olar ki, 10 dəfə, 8-10 dəfə olmuşam. O təəssüratlar yəqin ki, ilk səfərdə təəssüratlar daha maraqlı olur, elə deyil? Çox. İlk təəssürat, çünki 1, 2, 3, 4-cü, 5-ci dəfələrdə yollar biraz adiləşir. Yəni, gördüyünü təkrar görürsən. İlk Təbriz səfərində təəssüratını... Bizim, deməli, Araz boyunda pambıq sahələrimiz var idi. Hər kolxoz baxmayaraq ki, özü Arazdan aralı idi, amma onların da pambıq sahəsi ayırırdılar. Biz şagird vaxtı noyabr ayına qədər bizi pambığa aparardılar dərsdən. Biz orada həmişə oradan dayanırdıq, Araza yaxınlaşa bilmirdik təbii ki. 1 kilometr məsafədə kəndi məftillər var idi, ora qadağan zonası idi. Oradan həmişə baxardıq, o tərəfdə inanırsınız bir dənə ev görməzdik. Evlər hamısı torpaqdan görürdük, bir yaşıllıq yox idi.
Hərdən bir gündə bir-iki dəfə bir maşın keçərdi, tozu qalxardı, tozundan görərdik ki, burada həyat var. Ona görə belə bir marağımız vardı ki, orada nə var, nə yox, elə hər bir söz, əfsanə uydurardılar da belə. Ona görə birinci gəlib mən Astaradan İran tərəfə keçəndə mən baxdım, gördüm ki, eyni cür danışırıq, insanlar eyni cürdür, həmən cür şirin ləhcə, o cür mehribanlıq, özü də biləndə ki, Şurəvidən deyirlər olar, Şurəvidən gəlmirsən, xüsusi diqqət, xüsusən də eşidəndə ki, cərrahı qəlbsən, ümumiyyətlə, nəzəmbullah adama Allah kimi baxırlar. Onlarda həkimə hörmət çox yüksək səviyyədədir, çox. Yaxşı ki, elədir. Hə. Sonra ilk dəfə mən oraya gedəndə məni təəccübləndirən yollar oldu. Təbii ki, o yollardan indi əsər əlamət qalmayıb. Orada elə yollar vardı, güzgüydü də, güzgü kimi yollar. Bax, təsəvvür edin ki, avtobusun içində armudun stəkanı çay gətirdilər əlbəttə. Qoyduq ortalığa ki, burada soyusun, sonra götürəcək. Dağılmırdı. Dağılmırdı. İlk təsiratım o oldu. Sonra yəqin ki, Şəhriyarın ev muzeyində oldunuz, dəfn olunduğu hər dəfə gedəndə olmuşam. Məzarlıqda. Bir 3-4 dəfə ev muzeyində olmuşam. Bir 3-4 dəfə də dostlarımla gedin, hər dəfə onları da aparmışam, məqbərəsində olmuşam və orada Məclis Şuara adından bastırılıb, bir çox şairlərin var. Şairlərin orada məzarları var. Orada hamısını olmuşuq, gəzmişik. Deməli, orada mənə qürur verən bir cəhət oldu ki, o məqbərə, böyük məqbərədir. O məqbərə tikiləndə orada Azərbaycan Yazıçılar İttifaqı da müəyyən dərəcədə ora pul ayırıblar. Onu orada xüsusi belə hörmətlə yad edirlər, həmişə deyirlər onu. Nə gözəl. Onu yad edirlər ki, Azərbaycan yazıçıları, şairləri bu məqbərənin tikilməsinə pul göndərdilər. Həsrətdəndir, sevgidəndir təbii. Sonra Fazıl müəllim, bu yaradıcılığınıza gələk. Ümumiyyətlə sahəniz, sənət sahən, həkimlik və şeir. Əslində elə Loğman, təbib, söz bir-birinə çox məhrəmdir. Bəli, bəli. Doğma ifadələrdir. Çünki Loğman, həkim insan sağlamlığıdır. Söz də elə insanın ruhunun sağlamlığına xidmət edir. Təbii bir-birinə bağlı sahədir. Bu bağlılığın açarını necə tapdınız? Sirrini necə tapdınız? Doğrusu, mən orta məktəbdə oxuyanda, biz oxuyan vaxtı, o zaman AMİ deyirdilər də. AMİ Medin İnstitutda. O zaman AMİyə girmək o qəhrə-qəzəb bir şeydir, möcüzə bir şeydir. Əfsanələr gəzir ki, oraya elə-belə girmək mümkün deyil. Mən də çox yaxşı oxuyurduq. 2 dostluq bir sinifdə, ikimiz də çox yaxşı oxuyurduq. O həmişə inşa yazanda, sərbəst mövzuda yazırdı ki, mən ağ xalatlı, kəskin bıçaqlı cərrah olacağım. Mən də yazırdım ki, mən də mühəndis olacağım. Mən əl qabiliyyətim vardı, yaxşı şəkillər zədar çəkirdim. Mənə deyirdim, elə tikinti mühəndisi olacağım, belə bir fikir, arxitektor olacağım, belə düşünürdüm. Gəlib buraya imtahan verəndə bir gün mənə dedi ki, gedək mənim sənətlərimi verək AMİyə. Gəldik sənətlərin bunların verəndə gördüm orada uşaqlar indik kimi deyil. Uşaqlar yığışıb topa-topa sual-cavab edirdilər bir-birini, suallaşırdılar. Mən gəldim bunlarla suallaşdım. Sonra baxdım görüm ki, mən bunların hamısından bir baş yuxarı bilirəm. Ondan sonra bu dostum da mənə həvəsləndirdi ki, sən bunlardan yaxşı bilirsən, sən də gəl sənəti ver bura. Gəldim atama dedim ki, işte mən atamın da ürəyindən keçirmiş. Mənim də ürəyim keçirdi. Sadəcə qorxurdum ki, birdən girməyə bilərəm. Mən də səhərsi günü getdim, sənətimi verdim. Mən Medin İnstitut'a daxil oldum, o birinci imtahanla kəsildi. Gəldi Politexnikdə mənim gedəcəyim fakültənin gecə şöbəsinə girdi. O arxitektor oldum, mən həkim oldum. İnsan taleydi, fikir verin. Oldunuz həkim və bu yazının sirlərinə nə vaqif oldunuz? Yox, mən həmişə ümumiyyətlə, mənim kənddə olan 65-ci ildə də yazdığım şeir olub. 65-ci ildə yazdım şeir olub. Yazmışam şeir, amma heç yerə yazıb saxlamamışam da. Elə bil ki, onları bir dəftərə yazmışam o zaman, sonra dəftərdə qaçqınlıqda qaldı orada. Sonra bacım mən bu şeylərimi götürüb kənddə o radyo, mənə 3 yaş balacı idi. Məktəbdə radyo vardı. O radyoda öz şeiri kimi orada oxuyarmış. Mən həmişə şeir deyirdim özümdə, bir yerə gedin, amma yaddaşım çox yaxşı idi. Mən Məmməd Aslanla çox yaxın dost olmuşam. Allah rəhmət eləsin. Ölənə qədər də dost olmuşam. Ölənə qədər də dostluq eləmişik. Moskvaya yanımda gəlib nə qədər olub bilib. Mən orada aspiranturada, doktoranturada olan vaxtı. Mən bir dəfə ona bir şeirimdən bir bənd dedim. Bir şeir, dörtlük. Məmməd mənə dedi ki, o mənə dədə deyirdi. Dedi, dədə, sənin şeir yazmamağın günahdır. Nəysə, ondan sonrası ara bir yazırdım. Bəzi o institutda da təhdid yazırdıq. Nə bilim, ilk sevgi temasında belə şeylər yazmışam. Olub eləyib, amma
Belə əməlli başlı yazmağa başlamışam dediyim kimi 18-ci ildən sonra. O Məmməd Astana dediyiniz bir bənd şeir yazmışdım. O yaddaşında qalmamış olmaz, hə? Yazmışdım ki, arzular qəlbimdə durna qatarı, arzular qəlbimdə sıralanıbdır. Arzular ha uçur imkana sarı, imkan arzulardan aralanıbdır. Belə bir şey yazdım. Uşaq şeiriydi də belə. Necədir mühəndislik, can mühəndisliyi, insan mühəndisliyi və insan qəlbinə hakim olmaq, yəni söz yazmaq, söz qoşmaq, bunların əlaqəsi, bunların doğmalığı, içində hansının yeri ucadadır? Gözəl həkimlərimizin, tanınmış həkimlərimizin böyük əksəriyyəti şairlərlə, yazıçılarla dostluq edirlər. Elədir. Və bunu yəqin özünüz görmüsünüz. Elədir. Görünür, elə bax, siz çox gözəl bir məqama toxundunuz. Biri var qəlb mühəndisi, bir də var ki, bu sənətin mühəndisi. Onlar da öz sözün mühəndisidirlər. Ona görə də bunlar arasında çox həmişə bağlılıq görmüşəm mən. Məmməd Aslan hətta bizim kəndimizdə olub. Xorovluda olub. Nə gözəl, hə. Bizdə bir Qorxmaz müəllim vardı, Bayramov Qorxmaz müəllim. O Qorxmaz müəllim bizim rayonda çox belə ədəbiyyatın çox bilicisi idi. Həm də bizdə ən bir nömrəli məktəbin, Maksim Gorki adında məktəbin direktoru da oldu. Sonra Raykomda işlədi, üçüncü katib oldu. Belə yəni ki, çox savadlı adamdır. Mən Zəlimxan Yaqubdan sonra ikinci bir Qorxmaz müəllimi tanıyıram ki, istənilən şairin adını çək, ondan bir saat şeir desin dayanmadan. Amma özü şeir yazmırdı. Ədəbiyyatçı idi. Ədəbiyyatçı, ədəbiyyat müəllimi idi. Məndə əsas ədəbiyyata marağı, həvəsi Qorxmaz müəllim yaratdı. O da Qorxmaz müəllimə bir qonaq kimi gəlmişdi. Payız vaxtı idi, yadımdadır, qoz çırpırdılar. Bizə də qoz ağaçları çox hündürdü. Başına çıxırdılar, uzun ağaçlarla belə çırpardılar. Bunda o qədər belə buduyurdular ki, qol qanadı şilkit olurdu, yarpaqları tökülürdü. Belə də ağacı nəfəsini kəsirdilər. Məmməd onda bax, bədahətən dediyi, o beynimə həkk oldu. Məmməd dedi ki, qoz ağacı barsız qaldı, danladılar, utandı. Qoz ağacı bar gətirdi, budaqları budandı. Barsız qalanda utanır, bar gətirəndə də budanır. Həyatdır da. Çox gözəl belə. Həyatdır, hə. Hə, həkimliyə gələk. Həkimlik sonra mən ümumiyyətlə müəllim ailəsində böyümüşəm. Atam tarix müəllimidir. Atam əskərlik çəkəndən sonrasında müharibə başlayıb, evdən çıxıb 7 ildən sonra evə qayıdıb. Bütün müharibənin ağrı acısını hamısını çəkib gəlmiş bir adamdır. Çox belə əməkdar bir adamdır. Həm də evimizdə də babam mənim çox ciddi adamdır. Bizdə əsl elə bil ki, patriarxatıdır. Babam danışanda danışardıq, babam danışmayanda heç kəs ağzını açıb bir kəlmə danışmazdı. Həmişə də anamın üzü burnun üstündən yaşmaqlı olardı. O daha etibarlı tərbiyə növüdür. Belə də ona görə də mən çox cavabdeh idim. Elə bil ki, həmişə el qınağı zad mənim üçün elə bil ki, böyük bir təsir mənbəyi olub həmişə. Nə işlə məşğul olmuşamsa, həmişə demişəm ki, nə deyirlər. Əgər mən bunu boynuma götürmüşəmsə, deməli bunun arxasına getməyəm. Çox yaxşı məsuliyyətdir. Ona görə də mən çox elə əvvəldən yaxşı oxudum, fərqləmə diplomu ilə qutardım tibb universiteti. Ondan sonra müəllimlərimlə çox yaxşı ünsiyyətlərimiz oldu. Bu günə qədər də müəllimlərim, sağ qalan müəllimlərin hamısı ilə biz dostluğumuz var. Dost münasibətimiz var. Və onlar məndə elmə, həkimliyə olan marağı, onlar o qədər dərinləşdirdilər ki, mən sonra elə təsəvvür edirəm ki, mən nə yaxşı həkim olmuşam. O karifə sənətkarlarımızın bir neçəsinə çiyin-çiyinə bizim elmi tədqiqatın üstündə bir yerdə işlədik. Onlarla işlədik, onlardan gördük, götürdük. Sonra Moskva həyatım başladı elmdə. 77-ci ildə qiyabi aspiranturaya getdim Moskvaya. Ondan sonra 86-cı ildə doktorluq dissertasiyası üçün getdiyim bir... Moskvada müdafiə eləmişsiniz? Bəli, üst-üstə bir 13 il Moskvada yaşamışam. Həm namizədli... Dünya görüş genişlənir təbii. Oradakı o Petrovski, o zaman Səhiyyə Naziri, Petrovski Institutunda çalışmışam. Sonra onkologiyada akademik Bulaxinin məktəbini görmüşəm. Ona görə də mən orada çox böyük karifey sənətkarların elə bir məktəbini görmüşəm. Təbii görüb götürmüşsünüz. Bəli, hökmən. Onun çox mühüm əhəmiyyəti var. Görməyi. Bəli, çox mühüm əhəmiyyəti var. Elə yeri gəlmişkən. Onların adicə danışığı, onların davranışı. Adicə bir misal çəkməyi bir şeydən. Onların hətta o yumorları özü bir həyat məktəbidir. Oradakı mühit və bizdəki mühit necə idi? Çox oxşardır. Bizim aparıcı alimlərimizin, müəllimlərimizin hamısı oranın yetişməsi idi. Hamısı. Şəxsən məsələn mənim
müəllimim professor Zərgərli, Fikrət Zərgərli Petrovskinin klinikasında işləmişdi. Orada böyük ölmüşçü idi. Sonra Myasnikov adına kardioloji üniversitesinde şöbə müdürü oldu. 77-ci ildə onu bizim mərkəzi komitənin dəvəti ilə Bakıya gəldi, ürək cərrahisi yaratmaq üçün bura gəldi. Yəni ki, alimlərimizin hamısı Moskva, Rusiya məktəbi keçmişlər. Yəni ki, ona görə də bizim aramızda heç bir fərq yoxdur. Nə gözəl, çox yaxşı halda bu. O cərrahiyə demişəm, ürək cərrahı, ürək, qəlb ən həssas yeridir insanın. Necədir bizdə Fazil müəllim, onun cərrahiyyəsi, ümumiyyətlə elm, təbabət hansı səviyyədədir bizdə? Deməli, bu ürək cərrahlığı, bu yüksək texnologiya cərrahiyyəsidir. Yəni ki, bu təkcə əl qabiliyyəti ilə bir adamın bacarığı ilə həll olunmur. Bu, böyük bir kollektivin müştərək bir yerdə əməyinin bəhrəsidir. Orada hər sahənin öz sənətkarı var. Hamısı da yetkinin öz sahəsində mükəmməl sənətkar olmalıdır. Onları yetişdirmək özü çox çətindir. Bir də ki, yüksək texnologiya. Nə qədər ki, SSR var idi, onda bizim şöbəmizin təchizatı Moskvadan birbaşa təmin olunurdu. Elə ki, SSR dağılandan sonrasında bu təchizat dayandı. Bir neçə illər tamamilə heç bir şey almadıq. Köhnə nəyimiz qalmışsa onun hesabına. Yəni ki, biraz tənəzzülə doğru getdik. Amma sonra yavaş-yavaş onlar hamısı yerinə gəldi. Ulu öndərimiz yadınızda deyək ki, cavan perspektivli bizim alimlərimizi, gənc alimlərimizi Rusiyanın müxtəlif şəhərlərinə doktorski dissertasiya yazmaq üçün göndərdi ki, onlar hər birisi qayıdıb gəlib özlərinin məktəbini yaratdı burada. Yəni ki, o zaman üçün o zadın təşəbbüsün qiymətin mən heç nəyə müqayisə edə bilmirəm. Çox böyük bir təşəbbüs oldu və öz bəhrəsini verdi. Bizi də göndərdilər 77-ci ildə bir dəstə kimi Zərgərli özü apardı Moskvaya, təqdim elədi müxtəlif kardiyo-cərrahi mərkəzlərə. Başladı orada 6 ay xüsusi kurs keçəndən sonra gəldik, burada başladıq özümüz əməliyyata. İlk əməliyyatdan öncə təsəvvür edin ki, biz qabaqca itlər üzərində əməliyyat elədik, eksperiment apardıq ki, kollektiv bir-birinə içsin, tanısın, bir-birini başa düşsün. Ondan sonra biz Pribaltika, bir də Ukrayna, Belorusiya çıxmaq şərti ilə o zamanki İttifaq Respublikası içərisində biz yeganə respublikaydık ki, biz ürək cərrahiyyəsini özümüz başladıq. Moskvadan heç kəsi dəvət eləmədik. Zərgərlik özümüz başladıq. Sonra yavaş-yavaş işlədik, amma o tempi yığa bilmədik. O cür təchizat olmadı. Sonra yavaş-yavaş Respublikanın imkanları artdıqca başladılar bizi təchiz eləməyə. Sonra çox o zaman bizdən xəstələr, xüsusən anadan gəlmə qüsuruna olan uşaqlar xaricdə də gedirdilər. Bu da valyuta axını idi Respublikamızda. Təbii. Və gördük ki, biz bu uşaq əməliyyatlarını özümüz eləyə bilirik. Sadəcə olaraq bizim imkanımız, şəraitimiz düzəlsə biz bunu özümüz eləyərik. İldə birdən-birə əməliyyatımızın sayı 500-dən yuxarı çıxdı və ən rekordumuz 850 açıq qəlb əməliyyatı elədik bir ildə. Belə özə bir əməliyyat otağında. Sonra bu Türkiyə gənclərimizin getməyi, uzmanlıq oxumağa getmələri, bu özü də bir böyük bir üfüq açdı və doğrudan da çox məhsuldar bir təşəbbüs oldu. Cəsarətlə deyə bilərəm ki, dünya standartları səviyyəsindədir. Böyük Nizami necə deyib, qüvvət elmdədir, başqa cür. Heç kəsə üstünlük eləyə bilməz. Elə elmdə, sözdə, sənətdə, valla Fazil müəllim, belə deyərəm, bir nöqtədə birləşirik hamısı. 100%. Bir nöqtədə birləşirik. Siz fikir verirsinizmi ki, İnsan əgər istedadlısa, o bütün sahələrdə istedadlıdır. Çox maraqlı şeydir bu. Demək onda... Məsələn, biz orta məktəbdə oxuyanda bizim alman dili müəllimimiz o qədər güclü idi ki, təsəvvür edin ki, biz öz aramızda almanca danışırdıq uşaqlarla. Öyrətmişdi elə. Hələ öyrətmişdi. Ona görə də məktəbi qutaranların demək olar ki, yarısı xaricilərin üstünə gedirdi. Təsəvvür edirsiniz. Onun səbəbi, əlbəttə elədir. Bu həkimlikdən danışdıq, çox yaxşı. Qarşında vərəqlər var. Şeir yazılı vərəqlər. Şəhriyar həm də bizim poetik dilimizin qoruyucusudur, həm də yaradıcısıdır. Ona görə ki, o fars poeziyasından qopub təzədən Füzuli yoluna qayıdıb Azərbaycan dilində şeir yazmaq bu çox çətin işdir. Çox çətin işdir. Nə qədər istəsən də yenə də fars terminlərindən istifadə edirsən, ona söz yox. Amma yenə də Azərbaycan dilinə qayıtdı. Özə Şəhriyar
nə qədər elədilər, o farslaşmadı. Mən bu şeiri Şəhriyar'a ithaf eləmişəm və Şəhriyarın məqbərəsi üstündə oxudum. Mən ilk dəfə Şəhriyarın məqbərəsinə gedəndə orada yığışmışdılar. O da şurəvilərə çox belə maraqla baxırdılar. Mənim o dostum Abbas Əfrasiyəbi, o da qəlb cərrahıdır, ürək cərrahıdır. O dedi ki, Ağay Fazil Fatihə verəcək. Mən Fatihə verib və dua oxumağıma bunlar müəttəl qaldı. Bunlar elə başa düşürdülər ki, biz ümumiyyətlə belə şeyləri heç ümumiyyətlə bilmirik. Bunlar gördüyü özü mən nə qədər səlis dildə, mən babam biraz bu dini yaxşı bilirdi, mən babamdan öyrənmişdim. Necə səlis dildə mən Fatihə verdim və Fatihə surəsini oxudum. Bunlar özləri müəttəl qaldılar. Allah. Sonra bir dəfə də gedəndə, həmən dostlarımla gedəndə bu şeiri orada oxudum. İnanırsınız orada muzey kimi gələnlər nə qədər vardı, hamı yığışdı ora, hamı yığışdı ora. Və axırda bir çəpi çalındı, o saat gördüm ki, yenə də orada dağıdanlar gəldi, cəmaatı. Aydın. Mən onun şahidi oldum. Bizə bir söz demədilər, amma o dağıdanlar gəldi. Dərd görmədim, dərdin kimi çarasız. Sonsuz həsrətini duyan olmadı. Şair yoxdur, sevən qəlbi yarasız. Səninkinə məlhəm qoyan olmadı. Kiçik bir daxmada dünya yarattın. Hər yana səs saldı şeirin, sənətin. Səndə ürək varmış savalan boyda. Zirvədən düşməsin bu əzəmətin. Piltəli lampanın, solğun işığın, günəş nuru edib dünyaya yaydın. Elə vəsf etdin ki, Türkün gözəlin, Füzulinin əlin üzündə qoydun. Vəfalı dost kimi basıb sinənə, divardan astığın köhnə tarını, qəlbini kökləyib sarı siminə, göyərtdin millətin arzularını. Göylərə qaldırdın Heydər babanı, onunla ucalıb sən də dağ oldun. Bir dastan yarattın ana dilində, xalqının yanında üzü ağ oldun. Unutmaz bir dəfə eşidən baba, mən də əzbər dedim qara nəfəsə, sözüylə dünyanı fəth edən baba, necə sığışmısan bu dar qəfəsə? Yaxşıdır. Qiymətsiz incidir, ləldir qəzəlin, hər biri bir nakam eşqin qalası, gözü yaşlı qoyub Təbriz balasın, bir də tərif etmə tərsa balasın. Burada da sataşmışam onu. Tərsə balası, hə. Vədə verib vədəsinə gəlməyən, sübhəcən gözlədən o qız kim idi? İlahi sevginin qədrin bilməyən, bəs necə qəlbinin hakimi idi? Süleymandan, Bəxtiyardan nigaran, dilindən düşmədi Bakının adı. Qardaşı qardaşdan aralı salan, Araza şəratdı, onu qınadı. Şükür olsun, dağıldı şərin yuvası. Qandalları qırıb Araza atdıq. Daşda çiçək açdı qəlbin arzusu. Sən istəyən kimi vüsala çatdıq. Ziyarətgah yeri olsun məzarın. Önündə sədaqət and içsinlər. Öz qismətin tapsın mərd oğulların. Qızlar eldən elə gəlin köçsünlər. Elə bəzədin ki, söz süfrəmizi, ruhumuz yad dildə dinəsi deyil. Heç kim silə bilməz sən qoyan izi. Sən yandıran çıraq sönəsi deyil. Məni o çırağın pərvanəsisan, yad edəcəm səni nə qədər sağam, sən qoşa sahilli xan arazımsan, mən sənə qovuşan sısqa bulağam. Və onun nəfəsi sizə daha yaxındır, yəni doğulduğun məkana, Cəbrailə, Xudafərinə daha yaxındır. O keçid körpüsüdür, Xudafərin, birlik körpüsüdür. Hazırda həsrət rolunu oynasa da, əslində birlik körpüsüdür. Yəni, Xudafərinlə sizin Təbrizə, Cənuba qapılarınız daha geniş açılır. Bu yanğının bir kökü də elə bilirəm ki, oradan gəldir, elə deyilmi? Sözsüz. Onun üçün də əsas Təbrizlə, Ərdəbillə, Cənubla əlaqələrinizlə danışanda fikir verirdim, gözünüz işıqlayır, içiniz açılırdı. Buyurun, bir qədər Cənubla bağlı, Xudafərinlə bağlı duyğularınızı bölüşək. Sovet hökuməti qurulandan sonrasında bir müddət gedib gəlirdilər. Xüsusi bələdçilər orada keçirib aparıb gəlirdilər, bəzi qohumlar gəlib gedirmişlər belə. Sonraki ara bir dəfəlik möhkəm bağlanandan sonra, Ruslar orada sərhəd qurandan sonrasında ara tam kəsildi. Və heç kəs inanmırdı ki, bu ara bir dəfəlik kəsiləcək. Ona görə də bir çox bizdə ailələr vardı ki, onların qohumlarının yarısı o tayda qaldı, yarısı bu tayda qaldı. 12 həmişə qaldı. Sonra axır vaxtlar bu sərhədlər söküləndən sonrasına
çoxlu qohumlar gəldilər, tapdılar qohumların bizim kənddə. Xüsusən o Parsabadda zadda olanlar hamısı gəldilər, qohum əqrəbələrini tapdılar. Belə zad oldu. Həmişə o niskil əlbəttə var. Xudafirin həmişə elə bil ki bir ümid yeri olub da, ümid körpüsü olub. Elə bizim rayonda o yerləşən dediyim kimi o kənd qrupları da hamısı görünür. Bura gələnlər, gedənlər Xudafirlə keçib gəliblər. Elə ona yaxın yerlərdə lövbər sallayıblar da. Daxillərə, içərilərə çox getməyiblər yəqin ki. Orada lövbər salıb qalıblar buralarda. Kəndiniz Xudafərinə yaxındır. Nə qədər olar ara məsafəsi? Aramız olar Xudafirdən bir 60 kilometr. Yaxındır da. Xudafərin Zəngilanla bizim aramızdadır. Zəngilanla bizim aramızdadır. Orada bir Qumlaq kəndi var. Bizim rayonun axırıncı kənd. O kənddədir Xudafirin körpüsü. Xudafirin körpüsünü həmişə görəndə o zaman bir otomobildə bizi piyoner kimi aparardılar. Qıraqdan baxardıq. Körpüyə baxmağa. Baxardıq, yaxına gedə bilməzdik. İnanırsınız, bax, o zamanda elə bil ki, o müəllimlərimiz nə qədər ağıllı o zaman düşünüblər onu. Onun özü də bizim qəlbimizdə bir şeyim qoyub, o məhəbbətdən qoyub. Həsrətin ilk notlarıdır. Həsrətin ilk notlarıdır. Xudafirin körpüsü haqqında bir dəfə bir şeir var. Deyir ki, o kimsəsiz daş körpüdən nə karvanlar keçib getdi. Xəqani də yol üstündə sularından içib getdi. Babək çəkdi qılıncını, düşmənləri biçib getdi. Koroğlular şərbətisən, şərafətim, şanım araz. Atəşimə suç eləmə, qoy alışıb yanım araz. Deməli, biz təsəvvür edin ki, bizim həsrətimiz nə qədər güclüydüsə, mən özüm gedib gəlirdim, amma oğlum mənim burada məktəb keçdi. Özüm göndərdim. Ona görə ki, oradakı o məktəbi gördüm. İrandakı, xüsusən Təbrizdəki o məktəb, o Amerika məktəbi idi, ürək cərrahiyyəsi. Ona görə ki, onu yaradanlar Amerikada işləyib gəlmişdilər. Siz təsəvvür ki, bax, qürur sizinlə bunu deyə bilərəm ki, İranda ürək cərrahiyyəsi Təbrizdə yaranıb birinci. Onu da yaradan profesor Danişvər olub. Danişvər Azərbaycanlı olub. İrandan gəlib və o cərrahiyyəni Şəhid Mədəni klinikasında bax, Danişvər yaradıb. Ondan sonra buralar belə inkişaf edədilər. Oğlum orada bir ildən artıq Təbrizdə işlədi. Sonra Ərdəbildə təzə klinika açılanda bunu oradan göndərdilər. Gəldi Ərdəbildə, bir il yarımda Ərdəbildə sərbəst işlədi. Ərdəbildə işlədi. O zaman o oradan gedərdi, Xudafirin o tayından gedib oradan yol keçirdi. O yoldan dayanıb, oradan video çəkərdilər. Şəkil çəkərdilər, mənə atardı ki, oradan bizim telefonda baxardım ki, bizdə salamat evi yoxdur. Bax, onda mən ilk dəfə gördüm ki, bir salamat tikili yoxdur. İstəyirəm bu şeiri oxuyam. Oxu. Deməli, mən bu şeiri elə o İrandakı ürək cərrahları olan dostlarımı nəzərə tutub yazmışım o zaman yazanda. Qəlbimə əl vurma, nabələt loğman. Çətin ki edəsən çara, toxunma. Dərdlərə bulduzdur, qəlbim asiman. Qorxuram pozula sıra, toxunma. Yaraları göynəyir göyüm. Qazancımdır oradakı hər düyün. Çarə gəzən sənsən, mən necə deyim, harasına toxun, hara toxunma. Dərdlə suvarılmış poladdır qəlbim. Xalqım çəkən zülmə şahiddir qəlbim. Xorovluda qalmış şəhiddir qəlbim. Sağalarmı belə yara, toxunma. Yaxşıdır. Gör orada nə qədər qanlı yaram var. İnanmıram, tək dərmanla sağalar. Əgər qan verirsə, köksümdən qopar. Görsən qaysaq tutur yara, toxunma. Kitabdır, vərəqlə, oxu qəlbimi. Fəth etmək istəyib çoxu qəlbimi. Tapıb bir dilbərin oxu qəlbimi. Ondan əmanətdir yara, toxunma. Nə huri qılman gəz, nə də cənnəti. Görsən, gəlçiliyimin ilk məhəbbəti. Dilindən çəkilib dara, toxunma. Mənim qəlbim inildəyən kamandır. Vətən həsrəti ilə qovruldu, yandı. Bir də dil açması quru gümandır. Simləri qırılmış tara, toxunma. Həkim, biz gedərik, dünya qalası. Bir tərəfdən boşalası, dolası. Fazil dustaq, qəlbi eşqin qalası. Elə yaxşı düşüb tora, toxunma. Ümumiyyətlə, insanın uzun ömürlü olması üçün nə etməlidir? Həkim məsləhəti nədir? İstəyirəm ki, bu sizdən tamaşaçılar bu yöndə də bir qədər yararlansınlar. Bizim kəndimiz ümumiyyətlə uzun ömürlülər kəndidir. Bizdə uzun ömürlülər çoxdur.
insanları yaşadan zəhmətidir. Səhərin gözü açılan axşama qədər hər kəsin bir özünün vəzifə borcu vardı. Hərəkətdə Hamı idi. evdən çıxırdı, hamı öz işinin dalınca. Bax, mənim özüm məsələn, instituta gələndə Allaha yalvarırdım ki, hara olursa bir yerə girib ki, bu kəndə qayıtmayım, onun axıra getməyin dərdindən, heyvan axırına getməyin. Canımı qurtarım ondan. Hə. Doğrudan deyirəm, belə. Elə sən mi danışırsan? Bax, dərsə gedirdik, o dərsə gedib, dərsimizi qurtarırdıq, qalib gəlib, təzədən gedib heyvanımızı aparıb ayrıca xam yerdə otarırdıq. Yəni ki, özdəki işləməyən deyirə bilə özümüzü pis silirik. Əslində də elədir. Nənəm qoca yaşında, 100 yaşdan keçmişdi, bizdə xalça toxuyurdular, biz gəbə deyirik. Gəbə toxuyurdular. Nənəm də gəlirdi köməkləmə, bir dənə gözü yaxşı görmürdü, səhv elirdi də. Anam gəlirdi yumşaqlıqla deyirdi ki, sən də qarışma da bu işə, belə elə. Nənəm, nə deyirdi nənəm? Deyirdi ki, ta deyərsən onu elə acından ölüm də, ta işləməyim, acından ölüm. Yəni ki, elə bir də ki, iş görməsən, şöyle yemək ixtiyarın yoxdur. Təsəvvür edirsiniz. Gözəl, gözəl. El hikmətidir, el hikməti. Bax, insanlar yaşadan bunlardır. Bir də ki, insanı yaşadan dostluqdur, məhəbbətdir. İnsanın gərək qəlbində həmişə yaxşı, müsbət emosiya olsun. Paxıl adam çox yaşaya bilməz. Düzdür. Başqasının müvəffəqiyyətinə sevinən insan görəndə deyirəm, başımı qoymanın ayağının yanına. Nə gözəl. Həqiqətən deyirəm. Bir də ki, səmimiyyət. İnsanı nə xilas eləyə bilər? İnsanı əsas xilas eləyə bilər. Dediyim, bax, bu məziyyətlər insan özündə bir təlqin eləməlidir. İndi belə xasiyyət var ki, o xislətdir də, onu dəyişmək mümkün olmur. Düzdür. Dəyişmək mümkün olmur. O kökündən gəlir. Amma çox şeylər özündə tərbiyə elə bilər. Bax, indi Bakıda o cür şərait yoxdur ki, biz gedək hər gün işləyək, çöldə işləyək, kərənti ilə ot biçək, taya yığaq, ot basaq. Heç olmasa hərəkət eləmək, Amma hərəkət eləmək, daha hərəkətli olmaq lazımdır. İndi yaxşı ki, cavanları mən görürəm, trenajörlara gedirlər, fitness klublara gedirlər, öz üstlərində çalışırlar. Çox yaxşı əlamətlərdirlər, çox yaxşıdır. Bir də ki, yeməkdə biraz həmişə çalışmaq lazımdır ki, biraz necə deyirlər, gözün doymamış, qarın doymamış, gözün süfrədə qalsın. O da olmur da, çətindir. O da çətindir, o da çətindir. O da çətindir. Bir də ki, izafi dərəcədə içki içmək, o da insan tez qocaldır. Var ol doktor, bizim kanalın adı Zəngəzur adlanır. Çox gözəl. Zəngəzur da Cəbrailin doğulduğu məkanın 5-3 addımlığıdır. Sizdə qonşu rayonlar var, Qubatlı, Zəngilan, Laçın, bunlar elə Şərqi Zəngəzur hesab olunur. Siz də həmin Şərqi Zəngəzurun deyək ki, yaxınlığında, sərhədindəsiniz. Mən prezidentimizin ən çox fəxr eləyən ziyalılardan biriyim bəlkə. Biz ondan Cəbrailin işğaldan azad olunmasının 1-ci il dönümündə biz dəvət eləmişlər Cəbrailə. Onunla orada görüşdük. Çox yaxşı söhbətlər oldu. Ümumiyyətlə cəmaatla. Heç bir can güdənsiz, zadsız, çox belə təbii bir şey. Çox gözəl bir söhbət oldu. Mən dedim ki, mən sizə minnətdaram ki, bu yaşımda şəxsən mənə bu xoşbəxtliyi qismət elədiniz. Ayağım mən bu torpağa dəydi. Dedim, yoxsa mən vəsiyyətimi yazmışdım. Mənim bir Horoğul Həsrət adlı bir poemam var. Onun axırıncı 2 bəndini demək istəyirəm. Buyur. Sizin üçün. Demişəm ki, dünyadan nişanəm itməsin deyə məzarım üstündə çınar əkilsin. Dünyadan həsrətli getməsin deyə gözlərimə o torpaqdan tökülsün. Qorxuram ki, qəfil əcəl yetirə. Necə ölüm o yerləri görməmiş. Bu torpaqlar çətin məni götürə. O torpaqlar halallığını verməmiş. Yaxşıdır. Onda əlim qoydu çinimə, dedi ki, yox, ölmək lazım deyil, yaşamaq lazımdır. Çox ona güclü təsir bağışladı o şeir. Bizim kanala bir arzumuzu eşitmək istəyərdik. Mən 100% əminəm ki, o Zəngəzur dəhlizi açılacaq. Ona görə ki, burada o qədər marağı olan nəhəng qüvvələr var ki, onun qabağında heç kəs dayana bilməz. Sadəcə olaraq bu Zəngəzur dəhlizi söhbətindən manipulyasiya edirlər ki, bizdən maksimum nəsə qoparsınlar. Mən elə güman edirəm ki, Zəngəzur dəhlizi açılandan sonra, orada o həyat qaynayandan sonrasına, orada artıq beynəlxalq bir yol olacaq. Bizim respublikamızda təkcə mən maddi cəhətini demirəm, amma çox böyük həm siyasi dividendlər gətirəcək, həm böyük hörmət gətirəcək, həm tanınacaq respublikamız. Onsuz da tanınır, amma daha da çox tanınacaq. Və sizin elə onda heç vaxt tapa bilməyəsiniz ki, onları şərh eləyəsiniz. Bax, çox sağ ol müəllim. Güc arzulayıram, qüvvə arzulayıram, enerji arzulayıram ki, bax o zaman da bunun öhdəsindən belə gələsiniz. Uğurlar arzu eləyirəm. Çox sağ olun Fazil müəllim.